Salam değerli izleyicilerimiz, hoş gördük sizi. Bugün yine mühasib bələdçisi komandası olarak karşınızdayıq. Yeni bir mövzuya müraciət etmişik. Düşünürəm mühasiblər üçün çox maraqlı olacaq. Mövzuya keçməzdən öncə qonağımızı sizə təqdim etmək istəyirəm. İqtisadi Araşdırmalar Tədris Mərkəzinin rəhbəri, dəyərli iqtisadçı, əsl müəllim Radil Fəthullayev. Xoş gördük Radil müəllim sizi. Xoş gördük Can xanım, hər vaxtınız xeyir olsun. Və verilişin moderatoru mən Könül İmanova, Aliyra Şirkətlər Qrupunun maliyyə meneceri, həmçinin İqtisadi Araşdırmalar Tədris Mərkəzində sıfırdan mütəxəssis mühasib yetişdirmə proqramı üzrə əsas təlimçilərdən biri. Mövzumuz da elə mühasibatlıqla əlaqəlidir. Radil müəllim, bugün sizinlə belə bir mövzunu müzakirə etmək arzusundayıq. Mühasibatlıqda doğru bilinən yanlışlardır ümumi mövzumuzun adı. Bu mühasibatlığın çox sahələrində özünü büruzə verir. Demək olar hər tərəfində bunu müşahidə edirik. Və bəlkə də bir verilişdə sığacaq bir mövzu deyil. Buna aid silsilə proqramlar hazırlaya bilərik. Başlayaq lap əvvəldən. Mühasib kimdir? Mühasibə də bir tərif verək, yeni bir tərif. Və mühasibənin vəzifələrindən istəyərdim ilk sual olaraq başlayaq. Bugün cəmiyyətdə, şirkətlərdə də mühasibin vəzifələrinə bir fərqli yanaşmalar var. Bəzən mühasibə aid olmayan işlər ondan tələb olunur. Bəzən mühasib bu işi görməlidir, lakin ötəri yanaşır, vacibiyyatına o qədər varmır. Mühasibin ən vacib vəzifələri, onun öhdəsinə düşən öhdəlikləri nədən ibarətdir? Bugün bu yanlışlıqlarımız varsa bunu düzəltmək amacı ilə bu mövzunu müzakirə edək. Bəli, çox yaxşı bir mövzuya ümumiyyətlə toxunmusunuz. Siz demiş, burada silsiləvi məsələlər müzakirə oluna bilər. Elə başlanğıcımızda sırf elə mühasib kimdir, buradan başlamamız çox yaxşı olar. Həqiqətən də biz Sovet dönəmində gördüyümüz mühasib prototipi və onun vəzifələri və bugünkü biznesin tələbinə uyğun olan mühasib, onun vəzifələri arasında ciddi fərqlər var və təəssüf ki, o vaxtdan qalan bir ənənə var. Həm bu universitetlərdə tədris edən müəllimlərin bu günə qədər onu davam elətdirməsi və həmçinin də praktikada çalışan mühasiblərin, hansı ki bu yenə də illərdir mühasib işləyirlər, bəlkə 20 il, 30 il mühasibləri var, bunu yaşamasıdır. Ona görə də bugün müəyyən bir məsələ yanlış fikir olaraq qalmaqda davam edir. Bu dediyimiz məsələ nədir? Biz bunun əvvəlki mövzularda da bu müzakirə etmişdik, xatırlayırsa, bu iqtisadi anlayışlara izah verdikdə ki, məsələn, anlayışlara məqsəd və vəzifə tərəfindən baxma bizim əvvəlki ədəbiyyatlarda olmayıb. Məsələn, bir anlayışın vəzifəsi haqqında o qədər danışılırdı ki, məqsəd qalır kölgədə və ona görə də çalışan mütəxəssislər o sahə üzrə öz əsl məqsədlərini bilə bilmirlər. Məsələn, bu günləri çıxaq məsələn çölə, biz soruşaq mühasiblərdən, sənin məqsədin nədir dedikdə, çoxu deyəcək ki, uçot aparmaq. Uçot apar, amma niyə aparırsan, nə üçün bu hazırladığın məhsul kimə yarayır? Və orada artıq çoxu qalacaq belə. Yəni, illərin mühasibə olsa belə, biz bu sualı verəndə, onlar bunun qarşısında aciz qalırlar. Və çünki niyə? Dediyim kimi, vəzifə məqsəd edilmiş. Vəzifə məqsəd edilmiş. Yəni, uçot aparma. Proses sadəcə olaraq o bir mühasib deyəndə gözündə açıq bütün günü nəyincə uçotuna aparan bir şəxs kimi gözümüzün qabağında canlanır. Amma soruşanda ki, bax, sənin bu məhsulun kimə lazımdır, orada hamı qalır belə. Sözün əsl mənasında Sovet dönəmində mühasiblər vəzifə olaraq sadəcə dövlətə xidmət etdiklərinə görə, dövlətin bir konkret nəyi vardı, tələbi vardı ki, mühasib hesabatları vaxtında təqdim eləməlidir, düzgün təqdim eləməlidir. Bəli, bu belə idi. Çünki inzibati amirlik sistemi idi və dövlətin biznes marağı yox idi. Ona görə də həm vergi orqanının, həm Maliyyə Nazirliyinin hamının bir məqsədi hesabatı vaxtında toplamaq. Mühasib də hesabatda qəpik səhv eləsə, onun cəzası böyükdür. Mühasibin də çox ciddi məsuliyyətləri vardı və buna görə də əsas məsələ hesabatı hazırlamaq idi. Amma bu günləri biznesin tələbi nədir? Sənin hazırladığın informasiya mənə yaramalıdır. Biznesdə, qərar qəbulunda çox ciddi bir rol oynayan bir elementdir. Bugün ən bahalı məhsul informasiyadır. Bunu hamımız bilirik. Və belə deyək ki, təsadüfi deyil ki,
bu gün Avropada, Amerika, Avropa ölkələri bir arada toplandı 73-cü ildə və bu informasiyanın vahid bir harmonizasiyasını təmin etmək üçün maliyyə hesabatının beynəlxalq standartları formalaşdı, şura formalaşdı və bu bütün dünya ölkələrinə həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu vasitəsilə təbliğ edilməyə başladı. Və biz də 2006-cı ildən başlayaraq yeni sistemə keçidi qəbul elədik. Necə ki, məsələn, bundan əvvəl Gürcüstan, Orta Asiya ölkələri və digər MDB ölkələrin hamısı yavaş-yavaş bunu qəbullandı. Yəni Rusiyada və bugün biz də bu tendensiyaya getdik və artıq yeni sistemdə mühasib dediyimiz şəxs istifadəsinin əsas məqsədi istifadəçilərin qərar qəbuluna dəstək göstərən bir şəxs kimi ortaya çıxır. Ona görə də hər mühasib bilməlidir ki, mənim məqsədim deməli sahibkarlar və istər müəssisə daxilində, istər müəssisə xaricində qərar qəbul edən şəxslərə dəstək göstərmək əsas məqsədidir və bu yöndə onun informasiyası həqiqətən də onların belə deyək ki, bu işində çox ciddi təsir göstərəcək. Ona görə də bu vəzifəni bilmək çox önəmlidir. Yəni, belə deyək ki, Sovet dönəmində mühasib dedikdə, mühasibatın tərifində belə bir şey var idi ki, mühasib təsərrüfat vəsaitlərinin tərkibi və yerləşməsini öyrənən bir mütəxəssisdir. Amma indi artıq təsərrüfat vəsait tərkibi və yerləşməsini öyrənmək, onu demək tam yerinə oturmur. Buradakı məsələ nədir? Bəli, mühasibin əsas vəzifəsi müəssisədə baş verən aktivləri və onların mənbələrinin uçotunu aparmaqdır. Çünki istifadəçiləri bu lazımdır. Hər mövcud olan resurslar, vəsaitlərin nə varsa tərkibində, aktivlərin tərkibində nə varsa, zaten bunların uçotu gedir. Amma bunların məqsədini düzgün bilsə, o zaman biznesdə nəyə yaradığını hiss eləyəcək və öz dəyərini yerinə otuzduracaq. Ondan sonra artıq işində də, karyerasında da özünü inkişaf elətdirə bilər deyə düşünürəm. Bəli, çox sağ olun müəllim. Biz toxunduq Sovet dönəmindəki mühasibin vəzifələrinə. Bugün məsələn müasir Azərbaycanda var kommersiya sektorları, var dövlət sektorları. Dövlət sektorunda çalışan mühasibin vəzifəsi ilə kommersiya sektorunda çalışan mühasibin vəzifəsi arasında bir fərq ola bilərmi, yoxsa? Bəli, əlbəttə. Bax, burada elə bir şey, çox mühüm bir yerə toxunduq. Ümumiyyətlə, dünya təcrübəsindən baxdıqda var ictimai sektor sahəsində olan müəssisələr, var kommersiya sektorunda olan müəssisələr. Kommersiya sektorunda olan müəssisələr də iki yerə bölünür. Kiçik və orta sahibkarlar, KOS dediyimiz və bir də iri, orta, kiçik, orta və iri şirkətlər. Daha doğrusu mikro, kiçik, bunlar bir yerdə yanaşma gedir. Deməli, kommersiya ilə ictimai sektor arasında əsas mühüm fərq nədən ibarətdir? Yəni, mühasibin vəzifəsi və məqsədi olaraq bir fərq varmı orada? Mühasibin məqsədi, yəni burada belə deyək ki, ümumi olaraq elə fərq yoxdur. Çünki vəzifə məqsəd eynidir. Çünki hər ikisinin qərar qəbulunda iştirak edən, o informasiya hazırlayan şəxsdir. Burada əsas fərq nədən ibarətdir? Biraz bizim burada yanaşmamızda biz məsələn artıq beynəlxalq standartlara keçdikdən sonra məsələn mənim düşündüyüm bir məsələ var. Çünki çox yaxşı bir yerə toxundunuz. Dövlət sektoru ictimai sektorudur. Bugün dövlət sektorunda getdikcə müəssisələr publik hüquqi şəxsi keçmə tendensiyası formalaşıbdır. Biz beynəlxalq təcrübəyə baxdığımız zaman nəyə görürük ki, ictimai sektor, yəni qeyri-kommersiya sektorunda müəssisə və təşkilatların əsas məqsədi qeyri-kommersiyadır. Yəni, qeyri-kommersiya dediyimiz məqsədi əsas mənfəət əldə etmək deyil. Bu publik hüquqi şəxs də olsa, bu hər hansı bir formada olan, istər siyasi parti olsun, istərsə də büdcə təşkilatı olsun, istər bələdiyyə qurumu olsun, bütün bu qurumların hamısı dövlət qurumuna aid olan müəssisə, ictimai sektora aid olan müəssisədə orada yanaşma belədir ki, təşkilatın mülkiyyəti ictimaiyyətə aiddir. Və təşkilatın uçot və hesabatı da məhz ictimaiyyətə vermək məqsədi ilə, dövlətə vermək məqsədi ilə hazırlanır. Və bunlar müəyyən bir kommersiya əməliyyatı görə bilərmi? Görə bilər. Məsələn, bir hüquqi şəxs də təsərrüfat hesablı bir müəssisə olub, öz gəlirlərini, öz xərclərini, öz gəlirlərini ödəyə bilər. Amma sonunda mülkiyyəti hər hansı bir təsis arasında bölə bilərmi? Bölə bilməz.
Ona görə məsələn mənim düşüncəm budur və eyni zamanda araşdırmalarım bunu göstərir ki, dünya təcrübəsində publik hüquqi şəxs olsa, istərsə dövlətin lap kommersiya fəaliyyəti ilə məşğul olan SOCAR kimi müəssisələr istisnadır təbii ki. Çünki məsələn dövlətin SOCAR müəssisəsində əsas məqsəd sırf kommersiyadır. Müxtəlif bizneslərə investisiyalar yatırır və s. Neft çıxarır və ya hər sahə üzrə demək olar ki, fəaliyyət var. Amma ictimai sektora aid olan bir müəssisə, publik hüquqi şəxs olsa belə, mülkiyyət dövlətə aiddir, xalqa aiddir. Məsələn, bir qeyri-hökumət təşkilatı. Məsələn, sabahların bağlansa, onun mülkiyyəti yenə bu millətə aiddir, bu dövlətə aiddir. O, amma bir kommersiya fəaliyyətlə məşğul ola bilər. Ona görə də bunun ictimai sektora aid olan bir müəssisə olduğu düşüncəsindəyəm. Amma təəssüflər olsun ki, bu günləri belə bir yanaşma var. Qanunvericiliyimizdə belə yanaşma nəticəsində bu gün çox qurumlar publik hüquqi şəxsə çevrilməyə başladı və publik hüquqi şəxsə çevrilməklə onların hamısı MHBS-yə uyğun olaraq onlardan maliyyə hesabatının bəyan standartına MHBS-yə uyğun hesabat tərtib etmə tələbi qoyuldu. Və bu günlər publik hüquqi şəxslərin mühasiblərinin əksəriyyətindən MHBS sertifikatı tələb olunur. Məsələn, mən burada bu bir müzakirə olunacaq mövzudur. Başqa bir, belə deyək ki, mütəxəssislərlə də mübahisə edə bilərəm. Mənim fikrimə görə o publik hüquqi şəxs olsa belə, onlar ictimai sektora aid olan müəssisədir. Onların fəaliyyətidir. Orada olan müəssisədə, o müəssisədə çalışan mühasibin təfəkkürü qeyri-kommersiya olması lazımdır. Nə olsun ki, kommersiya fəaliyyətindən onlara gəlir. Amma sonda kommersiya fəaliyyəti onun əsas məqsədi deyil də. Əsas məqsədi kommersiya fəaliyyəti deyil, bəli. Sadəcə öz, yəni dövlət onun üzərinə publik hüquqi şəxsə çevirməklə bir vəzifə qoyur ki, sən öz xərclərini özün ödə. Bəli. Amma yenə də bu cür təşkilatların büdcədən maliyyələşməsi var. Onlar yenə müəyyən vəsaitləri dövlət olaraq ayırır, öz işlərinə əmək haqqını bu şəkildə yönləndirir və büdcə ilə dotasiya tərəfi var və s. yenə yanaşma ictimai sektor yanaşmasıdır. Bəli. Yəni bugün ictimai sektor yanaşması ilə kommersiya yanaşmasını ciddi şəkildə ayırmamız lazım. Amma bugün getdikcə biz nəyin tendensiyasını görürük? Belə ciddi belə qarışma baş verir və hətta bəzən illərdir dövlət sektorunda işləyən mühasiblər birdən-birə onlardan MHBS tələb olunduqda belə çaşbaş qalırlar ki, yəni gedib onların praktikasına baxdıqda biz bunu da görə bilərik. Çünki mənim dissertasiya işim məhz ictimai sektorla bağlı olduğuna görə bu işin dünya təcrübəsində də yanaşmasını gördüm. Bu gün qeyri-hökumət təşkilatı, məsələn, bu gün QHT-lərdən MHBS-yə uyğun olaraq bir nə tələb olunur? Hesabatını hazırlama tələb olunur. Amma QHT-dəki yanaşma da ictimai sektor yanaşmasıdır. Bələdiyyədəki kimi, büdcə sektorundakı kimidir. Yəni ona görə də biz həqiqətən də bunları düzgün ayıra bilməmiz lazım. Yəni gələcəkdə fikrimcə mütəxəssislər, bu sahədə olan mütəxəssislərin bu məsələyə biraz daha da ciddi bir araşdırması lazımdır ki, doğrudan da biz düzmə eləmişik. Belə deyək ki, kommersiya ilə qeyri-kommersiyanı biraz qarışdırma kimi düşünmək olar. Çox sağ olun Radmin müəllim, ona aydınlıq gətirdiniz. Məncə ehtiyac var idi ona toxunmağa. Hesablar planı haqqında danışmaq istəyirəm. Yəni mühasibatlığın olmazsa olmazı bir hesablar planıdır. Hesablar planında bildiyimiz kimi aktiv hesablar var, pasiv hesablar var və onların əks hesabları var. Bəzi mühasiblərin bir yanaşması var. Bəlkə də bu Sovet dövründən qalan bir tendensiyadır, davam edir. Elə hesab var ki, ona həm aktiv kimi baxırlar, həm pasiv kimi baxırlar. Yəni bir hesab özünü həm aktiv, həm pasiv apara bilərmi hesablar planında bugünkü beynəlxalq standartlara görə? Yoxsa hesab sırf aktiv olmalıdır, yoxsa pasiv şəkildə, bu cür şəkildə ayrıntılar olmalıdır? Deməli, Çoxan, bu hesablar planı məsələsi çox mühüm bir məsələdir. Biz 2006-cı illərdən bu yana, 2000-ci illərdən artıq beynəlxalq standartlara keçdiyimiz zaman çox mühasib belə bir düşüncə ortaya qoydu ki, çox da elə fərq yoxdur dedilər. Halbuki mən bunu nəyə bənzədirəm? Xatırınızdadırsa biz demək Kiril əlifbasından Latin əlifbasına keçdik və o zaman çoxumuz müəyyən çətinlik çəkdik. Mən deyərdim ki, hesablar planı mühasibin əlifbasıdır. Və bu mühüm bir məsələdir. Hesablar planımızda dəyişiklik baş verdi. Sovet dövründə tətbiq olunan hesablar planı ilə indiki hesablar planı arasında mən dağla aran qədər fərq var deyə düşünürəm. Məsələn, bu dediyiniz məsələ, yəni bu hər bir mövzu, orada hər bir məsələ ayrı-ayrı müzakirəyə açıq olan bir məsələdir. Xüsusən elə başlanğıcda qeyd etdiyiniz kimi aktiv və pasiv məsələsi. Bu gün də hələ mühasiblər arasında aktivləri və passivləri qarışdıran mühasibləri çox görürük. Və Sovet dövründə hesabların təsnifatına baxdıqda biz nə görürdük? Var idi aktiv hesablar,
var idi passiv, var idi aktiv passiv. Özünü həm aktiv, həm passiv aparan hesablar vardır. Məsələn, buna misal çəkə bilərəm. Tutam ki, aktiv hesablar bəlli idi. Tutam ki, əsas vəsaitlər idi, ondan sonra mal materiallar və s. Aktiv passiv hesablar. Bunlar məsələn özünü məsələn bəzilərinin izahını eləmək olurdu. Niyə görə aktiv passiv? Məsələn, satış hesabı vardı. Məsələn, özünü aktiv passiv olaraq aparır. Ondan sonra deməli təhtil hesab şəxs vardı. Ondan sonra əmək haqqı hesabı, debitor, kreditor hesabları və bunlar hansı ki, həm özünü aktivdə debitor kimi aparır, həm passivdə kreditor kimi aparır. Və bu zaman sual çıxırdı ki, yəni balans necə bir şeydir? Yəni balansda özünü ikili aparan hesab necə ola bilər ki? Yəni gah burada görsənir, gah orada görsənir. Və biz yeni sistemi öyrəndikdən sonra baxdıq ki, burada ümumiyyətlə elə bir şey yoxdur. Hesab ya aktiv olmalıdır, ya passiv olmalıdır. Yəni zaten adından da görünür. Ya real mövcud olmalıdır, ya da bunun mənbəyi olmalıdır. Necə ola bilər ki, mənbə mövcuda çevrilir, mövcud mənbəyə çevrilir? Yəni bu məntiqi də doğru deyil. Və bu indi necə olubsa Sovet dönəmində artıq bu mövcud bir nəzəri sistemi idi və biz bunu keçmişdik və illərdir müəllim professor heyəti bu sahədə müdafiələr eləmişdilər. Xərclərin məsələn aktiv olmasını bu gün də hələ deyənlər var. Bu gün də deyənlər var. Yəni ki, işin də elə ən püf nöqtəsi burasıdır ki, yəni mənə çox qəribə gəlir ki, biz artıq o belə deyək ki, təxminən 2006-cı ildən bu yana, yəni biz 20 ilə yaxın bir prosesdir ki, biz bu sahədə təbliğat aparırıq ki, yəni xərclər aktiv hesab deyil, xərclər passiv hesabdır. Aktiv hesabın tərifini bəlkə düzgün anlamamaqdan. Bəli, məsələn bu günləri aktiv və passiv hesabların konkret tərifi ortadadır. Məsələn biz deyirik ki, tərifindən məsələn aktivlər nədir? Aktivlər mövcud olan, müəssisənin nəzarətində olan və müəssisəyə fayda gətirən resurslardır. Və hətta standartda belə tərif edilir ki, keçmiş hadisə nəticəsində yaranan, gələcəkdə müəssisəyə fayda, yəni gəlir gətirmə ehtimalı olan, nəzarətdə olan resurslardır. Və bu tərif də göstərir ki, yəni xərc bu aktiv xərc ola bilməz. Xərc də aktiv ola bilməz. Amma xərcin tərifi nədir? Xərc aktivlərin elə bir azalma prosesidir ki, nəticədə kapitalda bir azalma baş verir və ya öhdəlikdə artıma baş verir deyirik. Bunun amma daha doğru tərifi bu şəkildədir. Xərclər aktivlərin istifadə və istehlakı prosesidir ki, nəticəsində bəli, müəssisəyə fayda gətirə bilər. İndi bütün hər bir xərc faydasını vermiş aktiv artıq xərcə çevrilir. Bəli, fayda verəcəksə hələ ki aktivdir, artıq fayda veribsə artıq xərcdir. Yəni xərc özlüyündə bir prosesdir. Xərc özlüyündə bir aktiv deyildir. Xərc amma elə prosesdir ki, aktivin belə deyək, aktivin yanma prosesidir. Məsələn, bəzən bunu belə bir misal deyirəm mən ki, maşının motorunda tutam ki, benzin yanması baş verir və maşın irəliyə doğru gedir. Yəni ortada bir yanacaq var. Yanacağı biz maşının bakından çıxardıb sata bilərik. Özündə bir aktivdir. Amma yanacağın yanma prosesi bu bir xərc prosesidir. Xərc prosesinə biz aktiv deyə bilmərik. Və o nöqtə nəzərdən xərc prosesi kapitalda azalma prosesidir. Ona görə də nə düsturla, nə təriflə xərcin aktiv olması görsənə bilməz. Amma bəs bizi çaşdıran nədir? Sovet dönəmində bugün deməli beynəlxalq aləmdə yarım fabrikat adlanan, biz isə hələ də istehsalat məsrəfi adlandırdığımız bir hesab, orada istehsalat məsrəfi, bəzən istehsalat xərci dediyimizə görə mütəxəssislər burada çaşırlar ki, bəs o zaman bu niyə aktivdə oturur? Axı bu istehsalat xərcidir. Yəni bax bu da ayrıca müzakirə mövzusudur. İstehsalat xərci dediyimiz zaten bizim elədiyimiz yanlış, o istehsalat xərcinə o adı verməyimizdir. Bugün dünyanın heç bir yerində o hesabın adı belə deyil. O hesabın adı yarım fabrikat hesabıdır. Yarım fabrikat dediyimiz türklər yarım mamul deyirlər. İngilislər VIP, work in process, iş prosesində olan məhsul deyirlər. Biz bir ara bunu istehsalat ehtiyatı adlandırdıq. Hesablar planında belə adlandırdı. Təəssüf olsun, sonradan təzədən dəyişdi. Və bugün də hələ istehsalat məsrəfi kimi yanaşılır ona. Və bu yanaşmada da yenə də yanlış bildiyimiz məsələlərdən biri nədir? Sovet dönəmində yarım fabrikat anlayışına biraz tamam başqa cür yanaşılırdı. Yarım fabrikat deyəndə nəyinsə bir hissəsi kimi başa düşürdü. Amma bugün uçotdakı yarım fabrikat dedikdə istənilən məhsulun hazır vəziyyətindən əvvəlki halı yarım fabrikat adlanır. Yəni bugün biz çörək istehsal eləsək, çörəyin hazırlanması üçün nə lazımdır?
un lazımdır, duz, yağ, su, bunlar birləşir. Nə əmələ gətirir? Xəmiri əmələ gətirir. Yavaş-yavaş xəmir prosesindən çörəyə yaxınlaşdıqca, çörək bişənə qədər, bişməmişdən əvvəlki bütün halı yenə yarım fabrikatdır. Və köynək istehsal edirik biz. Köynəyin hər şeyi hazırdır. Bir dənə yaxasındakı bir ilmələri vurulmayıbsa, bu yenə yarım fabrikatdır. Və ya avtomobil, bütün hər şey hazır, qapıları qoyulub, bu yarım fabrikatdır. Yəni, yarım fabrikat dediyimiz məsələ, belə deyək, tortun ortasındakı nə deyil, vafli deyil. Sovet dövründə belə yanaşma var idi. Mən bunu dəfələrlə bu bəzi mütəxəssislər müzakirə edəndə bir təpki göstərirlər ki, nə danışırsınız? Yox, yarım fabrikat başqa bir şeydir dedilər və bu nəticə itibarilə uçotda yarım fabrikat anlayışını çıxartdılar bunu. Biz o zaman deyirik ki, yəni qardaşlar, bu belə çıxır ki, Avropa və Amerika illərdir səhv eləyib ki, yarım fabrikat adlandırır. Yəni bu günləri sanki bu mütəxəssislər belə yanaşması mənə çox qəribə gəlir. Sən selin qabağında necə dura bilərsən? Və yaxud da ki, bu gün inkişaf etmiş ölkələr yəni bu qədər səhv eləyə bilməzlər ki, yəni onlar bu yanlış eləyiblər ki, yəni bunlar yarım fabrikat adlandırırlar. Yəni bax burada terminin, anlayışın həqiqətən də düzgün yerinə oturmamasından dolayı bu gün biz istehsalat xərcini digər xərclərlə qarşılaşdırırıq. Halbuki bu yarım fabrikatdır. Bu aktivdir. Biz ona istehsalat xərci adlandıra bilməyiz. İstehsalat xərci özü də bir prosesdir. Proseslə nəticəni fərqləndirməmiz lazımdır. Burada prosesin özünə nəticə ilə yerləşdirib, gətirib hesabın adını qoymuşuq. Və bu fikrimcə çox ciddi yanlışlardan biridir. Mütəxəssislər bir araya toplanması lazımdır. Mühasibat sahəsində olan mütəxəssislər, müasir düşüncəyə malik olan mütəxəssislər bir araya toplanması lazımdır. Ən qısa zamanda istehsalat məsrəfi sözü yarım fabrikat sözü ilə əvəz olunmalıdır. Və bu zaman iş gəlib yerinə oturacaq. Bu həm qeyd edeyim ki, kommersiya hesablar planında da bu səhvə yol verilib. Eyni zamanda qeyri-kommersiya hesablar planı olan, ictimai sektorda olan hesablar planında da eyni səhvə yol verilib və bu hesabın adı mütləq dəyişməlidir. Məsələn, orada bu günləri deməli istifadə olunan məsrəflər, büdcə sektorunda istifadə olunan məsrəflər adlanır. Və 122 nömrəli orada hesabdır. Bilirsiniz ki, kommersiya sektorunda 202 nömrəli hesabdır. Və orada bugün büdcə təşkilatları uçota ilə aparır ki, sanki istehsal edirlər. Bu günləri büdcə təşkilatların %1-i belə istehsalatla məşğul deyirlər. Amma təəssüflər olsun ki, mən o uçot prosesini biz zaten məcburuq ki, Maliyyə Nazirinin hazırladığı və bizə bugün təqdim elədiyi deməli hesablar planı və təlimat əsasında uçota aparmalıyıq. Bu günləri o uçota aparanda belə bir anlaşma ortaya çıxır ki, sanki mühasib istehsalat məsrəflərini uçotuna aparır, ortaya hazır məhsul. Bir dənə orada hazır məhsul əvəzinə belə deyək ki, birbaşa onu təzədən xərc kimi tanıma prosesi var. Yəni, buradakı bu məsələ həm dediyim kimi kommersiyada, həm də qeyri-kommersiyada yerinə oturmalıdır ki, beynəlxalq standartlara uyğunlaşa bilək. Yəni, yarım fabrikat xam maldan hazır məhsula qədər gedən bir prosesdir də. Əvvəl xam mal idi, sonra hazır məhsula dönüşəcək. Yəni, bunu xərc adlandırmaq həqiqətən məntiq uyğun olmur ki, xam mal çevrilir xərcə, sonra təzədən qayıdır çevrilir aktivə, hazır məhsul çıxır ortalığa. Heç bir məntiqə sığmır, yəni. Hələ ki, aktiv hesab olaraq, bəzən ona görə bəlkə xərci, elə düz deyirsiniz ki, aktiv adlandırırlar. Məhz burada olan yanlışlarına görə. Bəli, o qarışdırma olduğuna görə, bugün ona görə də digər xərcdən fikirləşdilər ki, bu da eynidir, amma halbuki fərqli anlayışlardır. Bəli. Çox sağ olun Radil müəllim. Yarım fabrikat bəzi mühasiblərə aydın oldu ki, xərc deyil, aktiv hesabdır. Yəni istehsal məsrəfi, istehsal xərci yox. Yarım fabrikat adlandırmaq həm beynəlxalq standartda, həm ümumi dünya təcrübəsinə uyğun bir adlandırmadır. Radil müəllim, hesablar planına toxunmuşkən belə bir mövzuya da istərdim toxunaq. Bu da yəni Sovet dönəmindən qalan qalıqlarla beynəlxalq standart arasında bir fərqdir deyə o mövzuya istərdim toxunaq. Var aktiv hesab, var pasiv hesab bildiyimiz kimi. Bir də var müasir beynəlxalq standartlara əsasən əks aktiv və əks pasiv hesab. Bunların mahiyyəti nədir? Bunlar nəyə görədir? Bu barədə istərdim danışasınız. Bəli, çox maraqlı mövzudur bu. Demək, Sovet dövründə istifadə olunan həqiqətən bu anlayış yox idi. Əks pasiv, əks aktiv anlayışları yox idi və biz yeni sistemə baxdıqda biz bundan qarşılaşırıq. Belə ki, məsələn, bir neçə misal çəkək buna. Məsələn, Sovet dövründə istifadə olunan amortisasiya hesab var, yığılmış amortisasiya. Bu hesab orada
passiv hesab adlanır. Niyə görə? Bir yanaşma var idi. Əgər hesab kreditdə artırsa bu passivdir. Və ya debetdə artırsa bu aktiv hesab. Məhz xərclərin də o şəkildə aktiv deyilməsi səbəbi o idi. Amma bu gün baxırıq ki, sistem o şəkildə işləmir. Uçota bir idarəetmə aləti kimi baxdıqda, bir nəzarət aləti kimi baxdıqda, mühasib həqiqətən də əgər hesablar planı düzgün istifadə edə bilərsə, ciddi bir nəzarət alətinə çevrilmiş ola bilər. Məsələn, mən bunu nəyə bənzədirəm bəzən? Telefonda müxtəlif funksiyalar var. Amma biz bu funksiyaların hamısını bilmirik. Əgər o funksiyalarını yaxşı bilsək, öz işimizdə ciddi şəkildə bir nəzarət etmək üçün bir alətə çevirmiş ola bilərik. Burada əks hesabları da mən buna bənzədirəm. Məsələn, yığılmış amortisasiya hesabı var. Bu hesab əsas vəsait hesabları olan avadanlıqlara, tikililərə, bunlara əks olan bir hesabdır. Əks dediyimiz nədir? Yəni, əslində azalma prosesi var və bu azalmaya nəzarət etmək lazımdır. Məsələn, bu azalmalara həm amortisasiya hesabı vermək olar, həm mal materialların içərisində azalmanı nə göstərmək olar? Məsələn, müxtəlif mal materiallarda itkilər ola bilər, zay olma ola bilər istehsalatda və ya oğurluq ola bilər. Bu azalmalara ayrıca mühasib nəzarət etmək istəsə, əks hesab kimi mənfi olaraq aktivdə onun çoxuna apara bilər və mən buna bir güllə ilə 3 quş vurmaq deyirəm. Mühasib bunu tətbiq eləməyə başlasa, həm aktivin ilkin dəyərinə nəzarət etmiş olur, həm o aktivin azalma prosesinə, həm qalığa nəzarət etmiş olur. Hətta ayrıca xərci də bunu göz önündə tutmuş ola bilər. Bu cür hesablara həm yığılan amortisasiya hesabları, əks əsas vəsait hesabıdır, əks TTA hesabı deyə bilərik. Sonra mal materiallarının hesabında düzəliş bizim bugün 208 nömrəli hesabdır. Məsələn, bayaq dedim yığılan amortisasiya 112 kommersiyada. Və bundan başqa debitor borclarına əks olan hesab şübhəli borclar ehtiyat. Yəni şübhəli debitor borc hesabı. Buna da nəzarət etməyə ehtiyacı olur. Deməli, mühasib bax bunun funksiyasını bildiyi zaman həqiqətən də mükəmməl istifadə edib uçotunda ciddi nəzarət mexanizmi qura bilər. Amma təəssüflər olsun ki, bugün bunun mahiyyətini çox mühasib bilmir. Bu arada onu da qeyd edim ki, bununla bağlı bizim video dərslərimiz var. Əks hesablar deməli haqqında elə yoldaşlar, maraqlanan yoldaşlar əgər yazsalar YouTube-da bu barədə ayrıca dərsdə baxa bilərlər. Məsələn, əks pasiv haqqında da bir neçə cümlə deyim. Məsələn, köhnədə satış hesabı ümumiyyətlə aktiv pasiv hesab kimi aparırdı özünü. Bugün baxırıq ki, satış konkret olaraq pasiv hesabdır. Yəni mənbə hesabıdır, qaynaq hesabıdır. Və satışa əks nə ola bilər? Bugün istifadə etdiyimiz satışın qaytarılması hesabı var. Köhnədə bu aktiv hesab adlanırdı. Amma indi deyir ki, yox, əks pasiv hesab, əks gəlir hesabıdır. Və ondan sonra verilmiş güzəşt hesabı, əks gəlir hesabıdır. Və öhdəliklərin içərisində bugün beynəlxalq aləmdə istifadə olunan hesablar var. Bugün biz onu qəbul eləməmişik. Çünki təcrübədə az istifadə olunduğuna görə. Məsələn, öhdəliyin bağışlanma hesabı var. Əks öhdəlik hesabıdır. Bu istiqrazlarda və s. istifadə olunan hesabdır. Bu günləri təəssüf ki, hələ o üzrə biz hesab planında bunu nəzərə almamışıq. Bir sözlə, həm aktiv, həm öhdəlik, həm kapital, həm gəlir, həm xərc, bütün bu hesabların hamısının əksi ola bilər. Deməli, yerləşdiyi yerdə onun özünə əks aparan hesab, əks hesab adlanır. Sadəcə, məsələn, öhdəlikdirsə, əks öhdəlikdirsə, özünü aktiv kimi aparırsa, biz bunu aktiv deyə bilmərik ki. Ona əks öhdəlik deyəcəyik. Gəlir isə gəlirin altında mənfi olaraq yerləşirsə, biz buna əks gəlir deyəcəyik. Bax, bu yanaşmanı ciddi şəkildə mühasiblərin öyrənməsi lazımdır. Fikrimə görə, bu çox mühasibin zəif nöqtəsidir. Bunu bildiyi zaman öz işində ciddi irəliləyiş apara bilər. Yəni, hər bir şeyi mütləq Maliyyə Nazirliyi təlimatda yazmalı deyil ki, yəni mühasib təfəkkür edərək bunu anlaması lazımdır. Yəni, yavaş-yavaş indi biz yeni sistemi keçirik. Fikrimcə, yəni artıq öyrənən şəxslər bu funksiyanı, necə ki, telefonda bir yeni funksiya öyrənirik, baxırıq, sonra istifadə edirik, görürük ki, işimizdə nə ciddi bir irəliləyiş oldu. Yəni, eynən buna bənzəyir. Ona görə də, bax, əks hesabları da mühasiblərin öyrənməsini tövsiyə edirəm. O barədə də yanlış düşüncələrini mütləq düzəltsinlər ki, yəni burada inkişaf eləsinlər. Çox sağ olun, Adil müəllim. Bu geniş bir mövzudur, bir verilişə sığacaq mövzu deyil. İnşallah gələn mövzularımızda da bunların daha fərqli sahələrinə toxunacağıq, bu doğru bildiyimiz yanlışların. Əziz mühasiblər, siz də əgər öz işinizdə nəyisə doğru bildiyiniz yanlışlar varsa, bu mövzu ilə əlaqəli bir fikirləriniz varsa, bizlə paylaşa bilərsiniz. Gələn mövzularda hesabatlarla bağlı doğru bildiyimiz yanlışlara toxunacağıq. Mühasiblər də öz fikirlərini bu mövzuda varsa bizlə bölüşə bilərlər. Çox sağ olun, diqqətiniz üçün təşəkkür edirik. Sağ olun.